Gəncə şəhəri İsmət Qayıbov adına bir nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad olunub. Milli Az qeyd edir ki, bu haqda APA'nın sorğusuna cavab olaraq Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Əlavə edək ki, bir müddət əvvəl həmin məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb. Məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığıldığı bildirilib. İddialar əsasında Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən bildirilmişdi ki, səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar olunub və ad çəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Azərbaycanda tanınmış cərrah isə vəfat edib. Pansetazın əldə etdiyi xəbərə görə cərrah Sədi Qurbanov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O xroniki börək çatışmazlığından əziyyət çəkib. Bir müddətdir paytaxtda yerləşən özəl klinikada müalicə alırmış. Qeyd edək ki, Sədi Qurbanov uzun illər cərrah kimi çalışıb və 23 saylı şəhər xəstəxanasının baş həkimi vəzifəsində işləyib.